Salam, bugün Ordubad üsulu bastıq bulamacı hazırlayıram. Burada şəhərdə ona sucuq deyirlər, amma biz Ordubadlılar ona bastıq deyirik. Getdik. Mən 4 stəkan un götürürəm, amma zövqə görə də kim nə qədər külfə nədir hesabına. Deməli 4 stəkan unu tökdük, elədik. 4 stəkan un. Hər stəkana, hər bir stəkan una 2 stəkan pesol əlavə edirik. Süzülmüş soğuk su. Demək olar ki 3 litr. Başlayırıq bunu belə qarışdırmalı ki un açılsın. Qəşəng düyün qalmamaq şərtilə bunu çalırıq. Tam açılandan sonra qoyacaq qazın üstünə. Sonra qoyuruq belə qazın üstünə. Doğğa kimi əlimizi çəkmirik, buyuruq. Buna yarı çay qaşığı belə darçın əlavə edirik. Zövqə görə. Adam var ki, çox darçın istəmir, az vursun. Adam var çox istəyir, bir qaşıq da eləyə bilər. Sonra da bir xörək qaşığından çox da tut bəhməzi doşadı. Ordubadlılar doşad deyir. Burada bəhməz deyirlər. Bir tökürəm, amma bir yarım edeyim. Doşaklara da etibar yoxdur. Neyse, bunu belə başlayıb yenə. Şimdi bax, getdikcə bu belə bərkiyir. Şimdi bunun dadına baxacaq. Bunun şirini necədir? Çox şirin istəyənlər bir stəkan da əlavə edə bilər. Az şirin istəyənlər üçün yəni yaxşıdır. Amma bizdə çox şirin yediyimiz üçün mən bir stəkan da əlavə edirəm ki, qalandan sonra soyuyanda şirini azalır. Bu qədər də məxəyi zövqə görə. Kim istəyir vurur, kim istəyir vurmur. Bir haradasa 10 dənə belə sayı götürəndə 10 dənə məxəyi atırıq. Daha get-gedə bərkiyir. Bu belə fokur olanda görsən, deməli suyu azalır. Əvvəlcədən belə bunları belə içi qoşa deyirlər də. Bunları beləcə düzürük sapa. Sonra belə dəmir qarmaqdan, mismardan qarmaq düzəldirik ki, belə bu saxlasın. Yəni bunları belə batırırıq. Bunu da belə ayrı qabda bir də bundan əlavə edəm, ayırdıq.
Burada qoz əlavə edirik. Burada doğramış qozu əlavə edirik.